İlk öncə hamınızı salamlayıram. Ümid edirəm ki, yorulmamısınız. Biz bugün daha çox hamı rəqəmsal idarə etmədən danışır, amma daha çox rəqəmsal idarə etmənin psixologiyasından danışacağıq. Amma tövsiyəm budur ki, yaxşı bugün cümə günüdür. Adətən ilk 3 gün ərzində hər hansı bir yeni məlumat əldə edəndə onu tətbiq etməməyi psixoloqlar tövsiyə edir. Çünki bunun təsiri altında yanlış qərarlar vermək olur. Ona görə də əgər hansısa bir dəyişiklik edəcəksinizsə, bazar ertəsindən başlamağınız daha yaxşıdır. Əla. Demək, kim deyə bilər bu nədir? Təsəvvürünüz bu şəkli görəndə sizdə hansı təsəvvür yaranır? Bunu bir düşünün, cavab verməyə ehtiyac yoxdur. Zalda maşallah çox iştirakçı var. Biz nədən danışacağıq? Rəqəmsal transformasiya ümumiyyətlə nədir? Çox təşkilatlarda rəqəmsallaşdırma ilə rəqəmsal transformasiyanı qarışdırırlar. Ümumiyyətlə, rəqəmsal transformasiya deyəndə ERP, CRM, task management, ticket management, indiki müasir zamanımızda AI alətlərindən daha çox danışırlar. Amma bunların heç bir rəqəmsal transformasiya deyil. Bunlar bir vasitədir ki, rəqəmsal transformasiyanı həyata keçirməkdən ötürü. Necə ki, əkinçilik inqilabı insanın təbiətə olan münasibətini dəyişdi. İndiki dövrdə də hiss edir ki, artıq təbiətin də insana olan münasibətini dəyişir tərsinə olaraq. Və yaxud sənaye inqilabı insanların əməyə olan münasibətini dəyişdi. İndiki texnoloji dövrdə AI-ın nələri etdiyini biz artıq görürük və nəticələrini görürük. Bunların məsələsində budur ki, rəqəmsal transformasiya ümumi bir mədəniyyətin formalaşdırılmasıdır şirkətdə. Heç bir alət, heç bir instrument demək deyildir. Bəzən biz görürük ki, şirkətlər daha çox fikirləşir ki, hansı aləti, hansı CRM-i alaq, HubSpot-u mu alaq, Jira mı alaq və s. Amma ən bahalı sistemi aldıqda belə görünən odur ki, statistika göstərir ki, şirkətlərin demək olar ki, çox hissəsi bunu istifadə etmir və yaxud şirkətdə olan əməkdaşların çox hissəsi bundan istifadə etmir. İnsanlar niyə müqavimət göstərir ümumiyyətlə? Yəni, bunun daha çox səbəbləri psixoloji səbəbləridir. Yəni, əsasən 3 imtina, müqavimət növü barədə danışacağıq. Mən istəmirəm, mən bacarmıram, mənə icazə vermirlər. Mən istəmirəm, bu daha çox dürüst müqavimət növüdür. Yəni, insan niyə istəmədiyinin səbəblərini izah edə bilir ki, mən filan şeyə görə bunu etmək istəmirəm. Mən bacarmıram kütləsi daha çox liderlərdən asılıdır. Bu adamlara daha çox onların bu prosesi etməsi üçün lazım olan dəstəyi göstərməyimiz lazımdır. Mənə icazə verilmir. Bu artıq, əslində bu da lider şirkətin mədəniyyətinə və rəhbərinə, liderinə bağlı olan məsələdir. Amma bu 3 müqaviməti birləşdirən ortaq cəhət budur ki, bunların heç birində işçilərə əlavə prezentasiya, əlavə data qətiyyən vermək olmaz. Çünki bu çox əks effekt yaradacaqdır. Ümumiyyətlə, 2 nəfər alim var. Bir də daha çox psixoloq, alim bu sahədə müəyyən, belə deyək də, öz fikirlərini bildirmişlər. Biri John Fisher'dir, digəri isə Kubler-Ross'dur. Bunlar, Kubler-Ross daha çox insanların hər hansı bir dəyişikliyə, psixoloji reaksiyasını izah edir. Onun üçün bir model qurub. Və onun üzərindən də John Fisher 1999-2012-ci illərdə bunun dəyişikliklərin idarə edilməsi üçün belə bir əyri model təşrif edib. Mən bunu hamının bildiyi bir proseslə və korporativ proseslə uzlaşdırmaya çalışacağam. 6 il bundan qabaq pandemiya zamanı dünya üçün şok edici bir dəyişiklik, bir xəbər eşitdi hamı. Və bu zaman nə baş verdi? Bu zaman baş verdi ki, hamıda böyük bir qorxu yarandır. Yəni 2020-ci ildə mart ayında pandemiyanın ilk belə deyək də elanı verildi. Və dekabr ayında artıq ilk vaksin kəşf olundu və vaksin başladı insanlara tətbiq edilməyə. Və burada bir qorxu yarandı ki, mən bunu bacaracağam mı? Yəni, birdən-birə bu vaksin haradan çıxdı? Niyə bu tez müddətdə vaksin oldu və s. Bunu eyni şəkildə təsvir edin ki, şirkətlər hansı bir dəyişiklik etmək istəyirsiniz, yeni bir
proses yerinə yetirmək istəyirsiniz və yaxud yeni bir alət tətbiq etmək istəyirsiniz, bu zaman insanların belə deyək də reaksiyası belə olacaq. Ondan sonra müəyyən müddətdən sonra artıq vaksin kəşf olundan sonra bir qrup insanlar başladı sevinməyə ki, axır ki problemlərin kökü tapıldı, problemin həlli tapıldı. Bundan sonra biz vaksini vurub daha rahat yaşaya biləcəyik. Bu hansı ki ikinci mərhələdir. Bir qrup insanlar, hətta həkimlərin özü belə dedilər ki, yox biz vaksin vurdurmayacağıq. Daha sonra bundan imtina etməyə başladılar və o insanlar bu prosesdən kənarda qaldı əlbəttə. Mən bunların hamısını vaxtımız az olduğundan görə bir-bir üzərindən keçməyəcəm. Əsas kritik hissələrini izah edəcəm və tövsiyə edirəm ki, marağı olanlar sonradan bu barədə özləri araşdırma edib oxuya bilərlər. Kifayət qədər internet resurslarında bu məlumatlar var. Müəyyən məsələlərdə gəlib bu hissədə depressiya zamanında mən kiməm sualı insana artıq kimliyinə toxunan məsələlər olur. Hətta həmin periodda bəzi insanlar transformasiyanın ən qızğın vaxtında belə biz ən dəyərli işçilərimizi belə itirə bilirik. İşçi görürsünüz ki, işdən çıxıb gedir. Və liderlər, biz özümüz də şahidi olduq ki, Biden belə canlı əyimdə vaksin vurdurdu və yaxud hər hansı bir ölkənin səhiyyə naziri vaksin vurdurdu. Bu daha çox liderin bu hissədə olan məsələdir ki, insanlar artıq öz gələcəklərini görməyə başlayırlar və ondan sonra bu dəyişiklik əyrisi və ona olan emosional münasibət daha azalmağa başlayır. Təşkilatlara tövsiyəmiz budur ki, həmin bu əyrinin bu hissəsi nə qədər yuxarıda olsa, o qədər transformasiya prosesi daha yaxşı gedir və daha ağrısız tətbiq edilməyə başlayır. Ümumiyyətlə, biz güzgüdə baxanda özümüzün sağ əlimizi güzgüdə sol tərəf görürük, amma əslində reallıqda belə deyil. Bu, beynin bizə göstərdiyi müqavimətdir. Buna görə də insanlar güzgüdə şəkillərini çox zaman bəyənmirlər. Xanımlar daha çox şəkil çəkdirəndən sonra bir neçə baxırlar, yenidən şəkil çəkdirmək istəyirlər və s. Bu sadəcə beynin psixoloji olaraq verdiyi reaksiyadır. Bunu mən niyə deyirəm? Çünki beyin güzgünün qarşısında duranda insan, beyin ona deyir ki, qarşındakı sənsən və o qarşındakı sən olduğuna görə o qarşısında duran bir adam hesab edir və o hesab edir ki, düşünür ki, o mənim qarşımdadırsa, onun sol tərəfi mənim sağ tərəfimdir. Ona görə biz güzgüdə öz solumuzu güzgüdə sağ kimi görürük. Eyni məsələni də liderlər şirkətlərə baxanda şirkətlərə güzgüdən baxırlar, öz baxış bucaqları tərəfindən baxırlar və kənardan şirkət barədə hər hansı bir şirkətin şəklini göstərəndə onlar buna daha çox psixoloji etiraz eləməyə başlayırlar və bu da əslində kənardan göstərilən şəkil transformasiyanın özüdür. Həmin o dediyimiz rəqəmsal transformasiyanın özüdür ki, şirkətlər buna niyəsə psixoloji olaraq belə bir reaksiya verirlər. Ümumiyyətlə, hamı süni intellektdən danışır. Mən özüm bu sahədə işlədiyimizə görə biz gündəlik süni intellekt məsələsi ilə daha dərindən maraqlanırıq. Datadan danışdılar, burada əməkdaşlar, strategiyadan danışdılar, mədəniyyətdən danışdılar, təsirdən və s. Ümumiyyətlə, 2000-ci illərin əvvəllərindən başlayaraq şirkətlər daha çox məlumat toplamağa başladılar. Hamı deyirdi, məlumat olsun. 2020-ci ildə bütün sistemlər demək olar ki, dünyada rəqəmsallaşdı, daha çox hissəsi və artıq bu məlumatların emal edilməsinə ehtiyac yarandı və artıq bugünkü gün belə bir tendensiya başlayır və bizim proqnozlarımıza görə 2030-cu illərin sonlarına qədər artıq bütün məlumatları dünyada süni intellekt emal edəcək. Yəni, bu çox böyük bir dilemmadır ki, ilk dəfədir ki, tarixdə problem informasiya qıtlığı deyil, informasiya çoxluğudur. İnsanlar əvvəl bilikli olanda özlərini daha güclü hesab edirdilər. Bilirsiniz ki, hamı güclü olmaq istəyir, ölkələr belə güclü, hamı güc uğrunda bu dəqiqə mübarizə aparır. İndi artıq insanlar bunu itirməyə başlayıb, çünki süni intellekt kifayət qədər bilik bazasına çox qısa müddət ərzində çıxış imkanı verir. Məsəl üçün, siz bir kitabı, 5 gün oxuduğunuz kitabı süni intellekt 5 dəqiqə oxuyur və yadında da saxlayır. İstənilən hansı sual verib, hansı kitabın hansı hissəsində ən maraqlı qismini belə süni intellekt vasitəsilə əldə edə bilərsiniz. Bəs, tamam, bunlar baş verir, insan nə edəcək sonunda?
İnsanın dəyəri onun məna yaratmaq olacaq. Yəni zaten əvvəl də belə idi, amma bugünkü gündə daha da qabaracaq. Bəzi araşdırmalar göstərir ki, süni intellektlə bağlı 90 adda vəzifə artıq məhv olacaq. Amma buna baxmayaraq 170 adda yeni vəzifələr yaranacaq ki, bu da özü çox maraqlı bir statistikadır. Mənim demək olar ki, 2 slaydım qalıb. Bir neçə məsələni mən sizə bölüşmək istəyirəm. Biz bir neçə il bundan qabaq, mən həm də rəqəmsal transformasiya üzrə baş müdirəm, bu sahəyə cavabdeh adamam şirkətdə. Biz qərar verdik ki, biz IT şirkətik, biz rəqəmsallaşmalıyıq, ayıbdır, bizə nə deyərlər, müştərilərə rəqəmsal məhsullar satırıq, amma özümüz rəqəmsallaşmamışıq. Və başladıq task management özümüz yazdıq və başladıq bunu işçilər arasında reklam etməyə ki, bu yaxşıdır və s. Və çox böyük bir zaman və enerji sərf etdik və nəticədə çox adam istifadə eləmədi və daha böyük müqavimətlə üzləşdik. Baxmayaraq ki, işçilərin 80%-i rəqəmsal alətlərdən işləmə səviyyəsi, maturity level'ları ona icazə verir ki, çox asan bir şəkildə ona adaptasiya olsunlar. Düşündük ki, niyə bu adamlar bunu istifadə etmir və bir neçə fokus qruplarla müzakirələrdən sonra həmin o task managementə bir modul əlavə elədik və insanların gündəlik ehtiyaclarını ödəyə biləcək nədir? Baxdıq ki, şirkət daha çox sənəd görünüşü ilə məşğuldur, satıcıya maraqlıdır ki, nə bilim, qayməsi tez getsin, ödəniş alsın, kontraktı getsin və s. Və biz ora bir kuryer modulu əlavə etdik və ənənəvi kuryer çağırışlarını qadağan etdik şirkətdə və dedik ki, həmin tool üzərindən kuryer çağırılmasa, heç bir kuryer şirkətə gəlməyəcək və heç bir kuryer şirkətə bunu icra etməyəcək. Və indiki gündə biz şirkətə daxil olduqda Open Space-də bütün kompüterlərdə demək olar ki, 80-90%-də bizim həmin o alətimiz açıqdır. Hamı task managementdən istifadə etməsə belə, onun kuryer modulundan istifadə edir və çünki insanlarda dəyər yaratdıq və insanlar onun dəyərini başa düşdü. Bu əslində mənim gündəlik həyatımda baş verən bir məsələdir. Mən ona görə bunu qoymuşam. Çay fasiləmizdən sonra yəqin ki, yeni bir çay fasiləsi olmayacaq. Amma burada məsələ çay və yaxud qaşıq demək deyil. Və bu mənim həqiqətən də başıma gələn bir məsələdir. Mən evdə otururam, qızım 8 yaşındadır balaca. Deyirəm ki, çay içirəm və deyirəm, mənə qaşıq gətir. O məni sevir, qaçaraq mətbəxdən qaçıb gedib ən tez müddətdə qaşıq gətirir və bunu sevə-sevə edir. Amma gətirdiyi qaşıq təəssüflər olsun ki, xörək qaşığıdır, amma mən armudlu stəkanda çay içirəm. Və nəticədə həmin o qaşıq o armudlu stəkana girmir və yaxud mən məcbur olub həmin o qaşığın arxası ilə çayı qarışdırmalı oluram. Bu məsələ nə deməkdir? Təşkilatlarda demək olar ki, mən bəlkə də bu mənim yanaşmamdır. Bəlkə də 70%-dən yuxarı əməkdaşlar gördüyü işin mənası, mahiyyətini bilmirlər. Ona görə də biz onların gördüyü işin nəticəsində rəhbər olaraq nə edirik? Ya onların gördüyü iş bizə lazım olmur, necə ki, xörək qaşığın armudlu stəkana sala bilmirik və yaxud da arxasını salırıq. Yəni onların gördüyü işi müəyyən formada biz qüsurlarla davam etməli oluruq. Bunun da nə etmək olar? Yaxşı, bu problemi bildik, amma bu problemlə necə mübarizə aparmaq olar? Necə düzəltmək olar? Məsələ budur ki, mənim sizə göstərdiyim ilk birinci slayddakı əslində çiyələk bitkisinin ilk 5 gündə olduğu bir gülünün bir gülüdür. Müəyyən müddətdən sonra bütün bu proseslərdən sonra artıq hazır meyvə yaranmış olur. Rəhbərlərin öhdəsinə düşən məsələ bundan ibarətdir ki, rəhbər işçiyə tapşırıq verəndə, hər hansı bir rəqəmsal alətdən istifadə edəndə fərqi yoxdur. İşçiyə onun mənasını izah etməlidir. Biz yaxşı arzuladığımız məqam odur ki, işçilər sual versin, mənanı özləri araşdırsınlar, özləri tapsınlar. Amma təəssüflər olsun ki, bu bütün işçilərlə heç də uğurlu şəkildə alınmır. Ona görə də maksimum dərəcədə siz rəhbər olaraq öz işçilərinizə məlumat verməlisiniz ki, biz bu tapşırığın sonunda nə gözləmək istəyirik? Və son olaraq 2 məsələni də mən sizə
nəzərinizə çatdırmaq istəyirəm. Birinci məsələ budur ki, bizim artıq rəqəmsal transformasiya, psixologiya, bu kimi məsələlərlə bağlı çox danışırıq. Amma gəlin belə bir bizim başımıza gələn işdir. Məsələn, proqramçılarla işləyən şirkətlər varsa, onlar bununla yəqin ki, rastlaşıblar. Biz proqramçıya deadline verəndə proqramçının özündən soruşuruq ki, bu işi nə qədər vaxta görərsən? Deyir 3 günə, biz 5 gün nəzərdə tuturuq. 5-ci gündən sonra gedirik, deyir ki, mən sizə 3 gün deyəndə mənim əhval-ruhiyyəm yaxşı idi. Əhval-ruhiyyəm körləndi, ona görə edə bilmədim. Bununla nə etmək olar? Yəni, tamam, adam fəlsəfi olaraq adam haqlıdır. Ola bilər, həmin anda onun əhval-ruhiyyəsi yaxşı olub, amma ki, indiki halda verdiyi argument belə, haqsız olsa belə, haradasa məntiq tapmaq olur. Ona görə biz başladıq proqramçılardan deadline alanda, başladıq mood level analiz eləməyə ki, əgər bunun əhval-ruhiyyə səviyyəsi bu olsa, bu ehtimalla bu 3 günə qutaracaq. Aşağı olsa, müəyyən faizdən 5 günə qutaracaq və s. ki, biz müştərilərin qabağında hər hansı bir öhdəlik götürəndə bunu nəzərə alaq. Demək istədiyim bunlardır və ən sonunda onu demək istəyirəm ki, ümumiyyətlə, bütün bu proseslərə bir diyet olaraq baxmaq lazım deyil. Buna həyat tərzi kimi baxmaq lazımdır. Çünki diyeta özü bir negativ bir şeydir. Mən filan şey mənə etmək olmaz, bunu qadağal və s. Amma buna həyat tərzi kimi baxanda artıq bu daha işçilər, rəhbərlər daha motivasiyalı olaraq bu prosesi icra edəcəklər. Çox sağ olun, minnətdarım. Çox sağ olun. Sağ olun. Minnətdarıq. Əsasən o çiyələk nümunəsi çox gözəl idi. Çox sağ olun.